Prezident İlham Əliyevin sərəncamı ilə Azər İsmailoğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib. Oxu.az Dövlət Statistika Komitəsinin yeni sədrinin dosiyesini təqdim edir. A. Mursaqulov 1981-ci ildə anadan olub. O, 2003-cü ildə Türkiyənin Boğaziçi Universitetinin məzunu olub. Həmin ildə ABŞ-ın Georgia Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2010-2012-ci illərdə Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun baş qərargahında fondun icraçı direktorunun müşaviri işləyib. 2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ildən bugünə qədər Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsində çalışıb. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin əvvəlki sədri Tahir Budağov olub. O, dövlət başçısının sərəncamı ilə Nəsimi rayonunun icra başçısı